Manatın üzən məzənliyə keçidi və dollara nisbətdə dəyərini itirməsi fonunda xarici valyuta ilə kredit götürənlər arzu olunmaz vəziyyətə düşür. Əhalinin bu təbəqəsi banklarla demək olar ki, üz-üzə qalır. Demək olar ki, istehlak kreditlərinin həcmi təxminən 7.5 milyard manat olmaq şərti ilə ümumi kreditlərin daxilində 40.7% paya malikdir. Mütəxəssislər deyir, manatla kredit verən bankların sayının azalması fonunda dollarla kreditləşmənin xüsusi çəkisinin artması gələcəkdə problemlərin yaşanacağını söyləməyə əsas verir. Hökumət müəyyən qədər kompensasiya eləməlidir və ya ən azından müəyyən bir faiz hissəsini 60, 70 və ya 50% hissəsini hökumət üzərinə götürməlidir və qalan hissəsini əhali heç olmasa öz gəlirlərinə uyğun olaraq düzəldə bilsin və bundan başqa kredit faizlərinin ödəmə müddəti uzun müddətli təyin olunmalıdır. Ekspertlərin fikrincə, yeni iqtisadi reallıqda banklar əhalinin ödəmə qabiliyyətini mütləq nəzərə almalıdır. Yəni banklarla kredit götürən vətəndaşlar arasında bir kompromis əldə olunmalıdır. Parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsində 10.000 manata qədər borcu olan vətəndaşların borclarını əvvəlki məzənlə ilə ödəmələri təklif olunur. Rüfət Quliyev onu da əlavə etdi ki, lazım gələrsə banklar həssas borcalanlarla bağlı fərdi qaydada təkliflər hazırlamalıdır. Təklif belə ola bilər. Yarısını ödəyirsən, o biri yarısının faizini mən 2 qatdan çox azaldıram. Ümumiyyətlə, mən onu qeyd eləmək istəyirəm ki, banklar bu addımı atmalıdır. 3.000 dolları qaytarırsan, misal üçün, 6 ayın içində qalanlarına tətbiq olunan faiz olacaq yarbayarı, 3/2 və s. və s. Yəni, bax, belə bir təklifləri banklar tətbiq eləməlidirlər. O ki qaldı kreditlərin bir dəfəlik bağışlanılmasına, bu ağır fəsad kimi bank sektorunu çöktürə bilər. Bu da nə cəmiyyət, nə də ki ümumiyyətlə ölkə üçün məqsədə uyğun sayılmır. Ekspertlər onu da bildirir ki, vətəndaş kreditin qaytarılmamasına görə nə cinayət, nə də ki inzibati məsuliyyətə cəlb edilə bilməz. Məsuliyyət yalnız mülki ola bilər. O da uzun məhkəmə çəkişməsindən sonra verilən qərara görə. İsmail Fətəliyev, Sultan Məmmədov, Space.